Mən Axundova Saidə, Kamil qızı. Başıma bu iş gəlir. Yoldaşım təzə rəhmətə gedib, 2-ci qrup 50 idi. Hələ 2-ci adınası təzə çıxıbdı. İndi gəldi, bu iş başıma gəldi. Gəncədə səhlənkarlıq faciəyə çevrildi. Təhlükəli ağac evin üzərinə aşdı. Bugün Gəncə şəhəri Zülfü Hacıyev küçəsi 56 ünvanında yaşayan sakinlər kanalımıza video görüntülər göndərərək ciddi təhlükə və məsuliyyətsizlik faktını ictimailəşdiriblər. Göndərilən görüntülərdən aydın olur ki, uzun müddətdir qurumuş vəziyyətdə olan və hər an aşma təhlükəsi yaradan şam ağacı nəhayət aşaraq yaşayış evinin üzərinə düşüb. Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Ev sahibi Axundova Səidə bildirir ki, sözü gedən ağacın təhlükəli vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə rəsmi müraciət ünvanlasa da heç bir qabaqlayıcı tədbir görülməyib. Vətəndaşın müraciətləri isə ənənəvi şəkildə ya qulaq ardına vurulub, ya da məsuliyyətsiz yanaşmanın qurbanına çevrilib. Bugün ortaya çıxan mənzərə bir daha sübut edir ki, bəzi qurumlar yalnız faciə baş verdikdən sonra hərəkətə keçirlər. Halbuki vaxtında görüləcək sadə tədbir həm maddi ziyanın, həm də daha ağır nəticələrinin qarşısını ala bilərdi. Əgər ağacın altında insan olsaydı, bu səhlənkarlığın cavabını kim verəcəkdi? Mənim elə yoldaşım ilə xəstə idi, onu məndən zulmla götürmüşəm, onu bir Allah bilir. Borcun xərcinin içində də üzürəm, indi gəldi, bax bu evin başıma belə oyun açdı. Xahiş edirəm, köməklik eləyim. Patolog bu deyil, içəri giribdi, ağac içəri giribdi. İndi də hələ evin üstünə baxın, görün nə gündədir, tokun üstünə yıxılıbdı. Yaşlı yerdir, tok da vura bilər bizi, hər şey ola bilər. Bu tərəfdəki də göstər. Mart ayından da bura qırılıb düşübdü. Düz evin üstünə düşübdü. Elə şey mi olar? Sizin qadanız alın. Bax, bu yaşlı adamam mən. Bax, başım 2-ci adınası təzə çıxıbdı. Bu nə oyundur mənim başıma gəldi, çözüm də bilmirəm. Xahiş edirəm, köməklik eləyin. Qonşu dəfələrlə gelib şikayət eləyibdi, ərizə veribdi. Güc eləyəcəkdir. Toplar qırılıb. Mart ayının 10-undan da ərizə yazıb vermişəm. Bax, bu ağacı da tək zəhmət olmasa. Dedik gəlsinlər, ağacın başını kəssinlər. Hələ də gəlirlər. Mən martdan bura nə böyük yerdir ki, baxdı bura. Yıxılsın, kimsə ölsün, gecə də deyil, ağac qırılacaq, ağac qırılır. Tok qırılıb düşsə, tüm hamını tok vurub güc eləyəcək. Kim gəlib müalicə eləyəcək kimsə? Uşaqlı evlər var, xəstə var burada. İşıq kabelidir. Bax, işığın kabelidir. Düz krişiyə dayanıb dəyir. Şam ağacı qırılıb, üstünə düşübdü. Demək, o andakı ağac da quru, tam quru ağacdır. Tam quruyub, baxın, oradakı ağac tam quruyub, böyük deyil ki, ağacdır, ancaq quruyubdur. Baxın. Xanım, adınız nə oldu, deyirsiniz? Mənim adım Qurbanov İsrail qızı. Mart ayının 15-də gedib ərizə vermişəm. Ondan sonra aprelin 10-unda da getmişəm, mayda da getmişəm, deyir gərək ekologiya gedək Bakıya. Ərizə yavuşluğuza, taxıdırlar. Nə oldu, bu gəlmədi, gərək biz burada, mənim ailə bəndim qırılsa, mən kasıb adamam. Mən poçtalon adamam, mən kim düzərdəcək bunu? Bəlkə mən evin içində olardı, mənim başıma düşərdi, bir hadisə olardı, onda nə olacaqdı? Gecə də düşüb qırılsa, bütün toplar qırılıb, buradan hamı keçir. Baxan yoxdur. Bax, buradan kabel gedir, işıq kabeli, Wi-Fi kabeli, telefon kabelləri, hamısı qalıb şam ağacının arasında. Bax, tokdur, hamısı tokdur. Əgər qırılıb bu dəqiqə düşəsi olsa, bütün zdaniyanı tok götürəcək. Bax. Deməli, tok orada şifriyə, dəmir şifri kəsir onu. Buradan da gəlir suçkə, bu. Orada da bax, işıq kabeli qonşuya gedir, qırılıb düşübdür. Belə. Xahiş edirəm, bu haqda bir ölçü götürəsiniz. Xahiş edirik. Cənab Prezident, xanım Mehriban xanım, sizdən xahiş edirik. Bizə köməklik eləyin. Sağxoz Nizami Zülfü Hacıyev 56-dır. Elə bəlkə də başıma düşərdi. Xahiş edirik, köməklik eləyin.
Cənab prezident, biz hamımız sizi sevirik, sizi çox istəyirik, sizə həmişə səs veririk, sizi həmişə uca tuturuq. Xahiş edirik, bura köməklik eləyəsiniz. Evlər var, burada krişalar qırılıb, dəyişməyiblər, elə də qoydular, getdilər, şifrləri dəyişəndə yarımçıq qoydular, getdilər. O işlərə baxmadılar. Yuxarıdan tökülən dəmir, dümür aşağıdakı evlərin üstünə töküldü. Krişalar qırıldı. Şifrlər qırıldı, azbest şifrlər. Onlar da dəyişmədilər. O şifri dəyişənlər neçə dəfə müraciət eləmişik, eləcə də qalıbdı. Xahiş edirik sizdən bu haqda bir ölçü götürəsiniz. Xahiş edirik.